Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U13 Liqası 8'də 1 final mərhələsinin ilk oyunları keçirilir. Hal-hazırda Sumqayıt və Zaqatalanın Tufan komandası görüşü sizlərə təqdim olunur. Ümid edirik ki 60 dəqiqə ərzində hər iki komandanın ifasında gözəl futbol izləyərək. Hakimlərlə tanış olaq. Nait Xasiyev və Vaqif Vəliyev. Onlara da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Ənənəyə uyğun olaraq qonaq komandanın futbolçuları meydan sahiblərini salamlayır və bir-birlərinə uğurlar arzu edirlər. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə Zaqatalanın Tufan komandası. Qapıda 22 Yusif Salmanov, 3 Tinov Mehdiyev, 5 Elcan Aydəmirli, 7 Məhəmməd Ramazanov, 9 Asif Acalov, 10 Qasım Haqverdiyev qarşılaşma artıq başladı. 14 Xəyyam Səfərov, 16 İbrahim Məmmədov, 17 Bahar Cabbarlı, baş məşqçi İslam Şabanov. Digər futbolçular 1 Abakar Abakarov, 6 Eldəniz Şabanov, 11 Ağazadə Emin, 25 Nikita Miloserdov, 4 Məhəmməd Barabaşov, 20 Tərlan Mustafayev, 18 Həmid Məmmədov. İndi isə meydan sahibləri Sumqayıt. Qapıda 12 Qabil Həzizadə, 2 Əli Bəşirli, 3 Canan Həsənli, 5 Kapitan Nizami Rüstəmli, 6 Hafiz Rəsulov, 8 İmran Seyid Balayev, 9 Cavanşir Yusifli, 11 Yunis Oruçzadə, 15 Nazim Quliyev. Baş məşqçi Elşad Eyvazovdur. Sumqayıt komandası üçün qurmağa çalışır. Nizami istiqamətini ötürmə və top meydanı tərk edir. Sumqayıtın hakim küncdən zərbə təyin edir. Yunis içəriyə doğru ötürmə. Burada Sumqayıt futbolçularından topa heç kim toxunmur. Outdan top oyuna daxil ediləcək. Qasım topu uzaqlaşdırmağa çalışırdı. Nizami ötürmə, qapıya zərbə və Sumqayıt görüşün 4-cü dəqiqəsində topu qapıdan keçirir. İmran Seyid Balayev Nizamin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq görüşdə hesab açır. Sumqayıt niyyətində gol vurmağı sevən oyunculardan biridir İmran Seyid Balayev. Tufan komandası hücum qurmağa çalışır. İçəriyə doğru ötürmə. Burada hücumu qurmaq üçün oyuncu görmək mümkün olmur. Cavanşir Yusifli sol cinahdan sürətlə irəlidir. Artıq içəriyə daxil, qapıya zərbəsi fərq 2 topa çatır. Görüşün 8-ci dəqiqəsində Sumqayıt artıq ikinci topu Zaqatalanın qapısından keçirir. Dünən Gol TV'də daha bir turun maraqla gözlənilən qarşılaşması sizə təqdim olundu. Qəbələ Qarabağ qarşılaşmışdı. Qarabağ 6-2 hesabı ilə rəqibini məğlubiyyətə uğratdı. İmran geriyə doğru ötürmə, qapıya zərbə. Sumqayıt gözəl gol vurur. Nazim Quliyev topu bu cür qapıdan keçirir. Gözəl zərbə idi. Bu qola görə Nazimi alqışlamaq lazımdır. İmran çevrildi və gözəl ötürmə ilə gözəl gol vurulur. İrəliyə doğru ötürmə. Zaqatala buraxılan qollardan birinin əvəzinə çıxmağa çalışır. Lakin hücum yarımçıq qalır. Qabil Nazim Əli Bəşirli sol cinaha doğru ötürmə. Rəsulov Rüstəmli divar ötürməsi keçmir. Lakin top Sumqayıtda qalır. Yunis top artıq meydanı tərk etmişdi. Tufan komandası topu oyuna daxil edir. İmran Nazim Canan Həsənli ötürmə etməyə çalışırdı, lakin
topu uzaqlaşdırmağa çalışırdı və beləliklə görüşün ilk hissəsi başa çatır, qısa fasilə yaradırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri Sumqayıt Tufan görüşünün ikinci set artıq başlayıb. Bir daha hər iki komandaya uğurlar arzu edirik. Xatırladım ki, bu oyunun cavab görüşü bir həftə sonra Zaqatalada keçiriləcək. Bunun üçün də Zaqatala bugün Sumqayıtdan ən azı sərfəli nəticə ilə dönməli. Bunun üçün isə buraxılan qollardan birinin əvəzinə çıxmaq lazımdır. Nizami Kənan Həsənli hücumun cinahını dəyişməyə çalışırdı, lakin top meydanı tərk edir. Out atışını Nizami yerinə yetirir. Bugün hava küləklidir, hər iki komandanın oyununa mane olur. Yunis Rəsulov solda oynuyor. Kənan Həsənli qapı istiqamətinə zərbə və top qapının üstündən keçir. Kənan Sumqayıt daha bir hücum qurmağa çalışır. Geriyə Cavanşir mərkəzlə oynayır. Yunis Kənan içəriyə doğru ötürmə etməyə çalışırdı. Hafiz Rəsulov sola çəkdi. Hafiz qapıya zərbə və qapıcı Yusif əla reaksiya göstərir. Bu topun qapıdan keçməsinə mane olur. Hafiz Rəsulovun zərbəsi ilə möhtəşəm alınmışdı. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Hafiz az öncə təhlükəli zərbə yətdə qalmışdı. Yunis istiqamətində, amma Kənan Həsənli küləyin səsini siz də eşidirsiniz. Bugün Sumqayıtda hava çox küləklidir. Əşirli Hafiz Nizami yenidən Hafiz. Bu dəqiqələrdə qapı istiqamətinə zərbə, qapıcı topun qarşısını kəsdi. Daha bir zərbə, bu dəfə də Yusif Salmanov topun qapıdan keçməsinə mane olur. İkinci hissədə gözəl oyunla yadda qalır Yusif Salmanov. Sumqayıt niyyətində artıq bir neçə oyuncu dəyişikliyi baş verib. Anar Vəlizadəni meydanda görmək mümkündür. İmran Yunis yenidən Sumqayıt oyuncuları topu bir-birlərinə ötürürlər. Kənan Həsənli qapıya zərbə, top qapı dirəyindərək oyuna qayıdır. Daha bir zərbə, Sumqayıt dördüncü topu vurur. Yunis Oruçzadə fərq bir qədər də artdı. Artıq görüşün əsas vaxtı da başa çatıb. Görüşün 60-cı dəqiqəsində qol vurulub. Və beləliklə görüş başa çatır hörmətli futbol azarkeşləri komanda yoldaşları bu qolu mehmana həsr edirlər. Görüş başa çatır hörmətli futbol azarkeşləri Zaqatal oyuncularına növbəti oyunlarda uğurlar, Sumqayıta isə çempionluq uğrunda mübarizədə uğurlar arzu edirik. Rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Zaqataladan 22 nömrəli qapıcı Yusif Salmanov, Sumqayıtdan isə 8 İmran Seyid Balayev. Sağ olun, sağlam olun.